ABC Kids Tədris Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ABC Kids Tədris Mərkəzində bayram tədbiri təşkil edilib. Tədbirdə mərkəzin balaca fidanları maraqlı çıxışlar, rəqs nömrələri və əyləncəli proqramlarla iştirakçılara xoş anlar yaşadıblar. ABC Kids Tədris Mərkəzinin rəhbəri Vəfa Mahmudova çıxış edərək uşaqları təbrik edib, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb. O bildirib ki, uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil alması mərkəzin əsas prioritetlərindəndir. Bütün uşaqları təbrik edirəm. Arzu edirəm ki, bütün uşaqlar müharibəsiz, təhlükəsiz, sevgi dolu bir dünyada böyüsünlər. Təbrik edirəm bütün körpələri. Uşaqlar bizim gələcəyimiz, sevincimiz, ümidimizdir. Hər bir uşağı bu bayram münasibətilə təbrik edirəm. Onlara qayğısız, xoşbəxt, sağlam dolu həyat arzulayıram. Bayramınız mübarək, əziz balalar. ABC Kids Tədris Mərkəzi gələcəkdə də uşaqlar üçün belə maarifləndirici və əyləncəli tədbirlərin təşkilini davam etdirəcək.